Şabran rayonunda bir məktəbin və yaşayış evlərinin bir neçə addımlığında yaranan antisanitar vəziyyət sakinlərin səbrini daşırıb. Rayon mənzil istismar sahəsinə yeni texnika verilsə də Tofiq Abbasov küçəsindəki zibil qalıqları günlərdir ki, daşınmır. Vətəndaşlar tərəfindən Sitat Infoya verilən məlumata görə Şabran rayonu Tofiq Abbasov küçəsində yerləşən 2 nömrəli tam orta məktəbin düz yanında xeyli müddətdir ki, məişət tullantıları yığılaraq böyük bir qalaq əmələ gətirib. Zibil vaxtında daşınmadığı üçün ərazi infeksiya mənbəyinə çevrilib. Sakinlər bildirirlər ki, yay aylarında isti hava şəraiti zibillərin qoxusunu daha da dözülməz edir. Üfunət qoxusu həm məktəb ərazisini, həm də ətrafda yaşayan insanların evlərini bürüyüb. Ən maraqlısı isə odur ki, Şabran mənzil istismar sahəsinə bu yaxınlarda yeni zibil daşıyan avtomobil verilib. Lakin yeni texnikada bu küçədəki problemi həll etməyə yetməyib. Sakinlər aidiyyatı qurumlardan bu dözülməz vəziyyəti təcili nəzarətə götürməyi və ərazinin mütəmadi təmizlənməsini tələb edirlər. Qeyd edək ki, Şabran rayonunun icra hakimiyyəti başçısı postunu Asif Hüseynov məşğul edir. Sakinlər isə qeyd edirlər ki, başçı rayonun problemlərini həll etməkdənsə sadəcə bu vəzifə postunu məşğul etməklə kifayətlənib. Məktəb yaşlı uşaqların və sakinlərin sağlamlığını təhlükəyə atan bu mənzərəyə Şabran rayon icra hakimiyyətinin və şəxsən Asif Hüseynovun nə vaxt reaksiya verəcəyi maraq doğurur. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 2026 16 iyul. Baxın bu gözəl mənzərəyə. Bazarın, məktəbin, evlərin yanıdır. Belə bir biabırçılıq heç bir yerdə yoxdur. Bilmirəm, bunlar hara baxırlar, bunların işçiləri hara baxır, nə olan şeydir, başım çıxmır. İnsan nə qədər belə mindarçılığın içində yaşayar.